Sahibsiz küçə itləri Şamaxı rayonunda insanların həyatına ciddi təhlükə yaradır. Artıb törəyən küçə itləri bir sıra xəstəliklərin ən təhlükəlisi olan quduzluq xəstəliyinin yayılmasına səbəb olur. Ərazidə itlər çoxdur. Uşaqlar məktəbə gedə bilmir. Yaxınlarda bizim məhəllədə bir qadın da it tutdu. Bunun qarşısını almaq lazımdır. Buna bir tədbir görmək lazımdır. Mən sizə xahiş edirəm ki, bu haqda bunu canlandırın və çatdırın məlumatlarını. Bu küçə itlərin buradan yürüsün lazımdır. Uşaqlar məktəbə gedib gələ bilmir. Soymurlar uşaqlara. Neçə dəfə qovlamışıq itləri. Uşağı az qalıb, bir ikisini də tuturlar. İşləyir. Belə bunun qarşısını almaq lazımdır. Mümkündür uşaq. Ancaq elə qaçır, qorxur. Həyəcan keçirdir. Sağlığa keçir uşaqlar. Olmaz ama belə bu. Onu da itlər buradan alır. 30 dənə, 20 dənə buradan. Məndə xəstəlik var. Həkim dedi ki, hərəkət edin, ona görə sizdən o yavaş-yavaş o xəstəlik çıxsın. Bir dəfə gedəndə, buradan gedəndə, o yuxarı tərəfdə mağazinin döşündə itlər cumdu mənə. Cuman kimi itlər mənə sağ olsun, bir dənə cavan oğlan. Maşınla bu kimi itləri bir tərəf bizim qovdu, qovan kimi hamısı qaçdı. Biz səhər məktəbə gedəndə itdən qorxuruq, çünki itlər bizə hücum eləyir. Biz ona görə məcbur oluruq ki, anamız, atamız aparsın məktəbə. Atam maşınla aparmalıdır, çünki biz qorxuruq da. Səhər məktəbə gedəndə bizə hücum çəkirlər.